Bu yaxınlarda Salih'in bir videosunu gördüm. Sahilini üzr istəyirəm. Anasının qəbrinin üstündə oranı gül çiçəkli eləyib və oranı hər dəfə gedir, soyur və deyir ki, bura tez-tez gəlin çünki hamımızın yeri budur və bir evladın anası haqqında şey deməsin. Nə bilim, Allah dünyasını keçən valideynlərə rəhmət eləsin. Çünki mən də ata itirmişəm və itkinin olduğunu bilirəm. Buyur. Mən bir söz demək istəyirəm, mən bu şeiri anam sağ olanda yazmışdım. Bəli. Amma şeirdə bu şeiri yaza-yaza mən çox şeylər yaşamışam. Anama bildirəsən də. Yazmışam ki, yalnız sən bilirsən toxuq ya acıq. Gecələr üstümüz örtülü, açıq. O qədər arzularım qaldı yarımçıq. Kaş bütün arzularıma çataydım ana, kaş bir də laylana yataydım ana. Nə qohum, nə mən, bax bu yadlıqda qəfəsə düşmüşəm mən azadlıqda. Qara torpağın altında, bax o məzarlıqda kaş sənin yervə yataydım ana. Kaş bir də laylana yataydım ana. Səni boş məzara qoydu kəl. Nədir bu ay Allah, ürəyimi dəl. Yazmışam ki, məni çağıraydın sahil evə gəl, mən də harayına yetəydim ana. Kaş bir də laylana yataydım ana. Ağ gülmün rəngi artıq qaralıb, mənimsə könlümü özgə bir yar alıb. Yorğun dizlərinə möhkəm sarılıb bir gecə kaş rahat yataydım ana. Kaş bir də laylana yataydım ana.